Bir yerdə bir dəstə insan oturub hər həsib telefonla kimləsə nəsə yazışır, yəni oyun oynayır. Yəni 10 nəfər adam gör nə qədər məntiqsizdir. Yığışıb ki, axşam görüşsünlər, telefonla hər söz telefonunda gedib evində oturub elə onu yazardım da. Burada gəlib 10 nəfər məsələn zəng eləyir ki, gedib bir yerdə telefonla oynayaq hər birimiz. Mənası bu olur. Gedib telefonla bir-birimizlə başqa adamlarla yazışaq məsələn. İndi zəruri olanda da götürər nəsə eləyərik, amma bu artıq bir normaya çevrilib cəmiyyətdə. Və bu çox təhlükəli bir haldır ictimai münasibətlər üçün. İctimai münasibətlər zədələnir, zəifləyir. Belə bir şəraitdə sevgi, vəhdət, birlik, ünsiyyət, bunlar hamısı olduqca vacib məsələdir.